Salam əziz abituriyentlər, sual nömrə 23-ün izahını təqdim edirik. Nöqtələr üsulu ilə tərtib olunmuş xəritədə bir nöqtə 1000 nəfəri ifadə edir. Həmin xəritədə sahəsi 30.000 kvadrat kilometr olan A regionunda 600 nöqtə qeyd olunmuşdursa, regionda əhalinin sıxlığını hesablayın. Deməli, nöqtələr üsulu ilə tərtib olunmuş xəritədə bir nöqtə 1000 nəfəri ifadə edir. Həmin xəritədə sahəsi 30.000 kvadrat kilometr olan 30.000 kvadrat kilometr bu dövlətin ərazisidir. Bizə lazım olacaq. A regionunda 600 nöqtə qeyd olunub. Bir nöqtə 1000 nəfərdirsə 600 nöqtə x nəfərdir. X bərabərdir 600.000 nəfər. Bu regionda əhali yaşayır. Deməli, indi biz əhalinin sıxlığını hesablamalıyıq. Sıxlıq bərabərdir əhali sayını ərazinin sahəsinə bölməliyik. Düstur belədir. İndi sıxlıq bərabərdir 600.000 bölünsün 30.000 kvadrat kilometr. Deməli, buradan qısa gedir. 60'ı 3'e böləndə 20 nəfər. 20 nəfər hər kvadrat kilometrə əhali düşür. Doğru cavab 20 nəfər olacaq.